Əziz abituriyentlər, mən Abbasova Təranə biologiya müəllimi. Yenə də ənənəvi olaraq bugün yeni dərs izahatını sizlərə verəcəm. Bugünkü dərsimiz göbələklər aləmi haqqındadır. Bildiyimiz kimi bitkilər, canlılar aləmi 4 böyük qrupa bölünür. Bitkilər, heyvanlar, bakteriyalar, göbələklər. Göbələklər haqqında öyrənən elm bilirik ki, mikologiya elmi adlanır. Mikos göbələk, logos isə elm deməkdir. İlk dəfə göbələklər, ibtidai göbələklər proterozoy erasında əmələ gəlmişdir. Göbələklər hüceyrəvi quruluşa malik olan orqanizmlərdir. Həm bir hüceyrəli, həm də çox hüceyrəli nümayəndələri vardır. Bir hüceyrəli nümayəndələrinə biz mukor göbələyi və maya göbələyini misal göstərə bilərik. Əksəriyyət göbələklər isə çox hüceyrəli göbələklərdir. Göbələklərin orqan və toxumaları yoxdur. Göbələklər yalnız heterotrof yolla qidalanırlar. Xlorofili olmadığına görə biz deyirik ki, yalnız heterotrof yolla qidalanırlar. Hüceyrəvi divarı bunlarda xitin adlanır. Ehtiyat qida maddəsi glikogen adlanır ki, çoxalmasına gəlmiş olsaq, çoxalmasına görə qeyri-cinsi və cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalmayan sporlar, əksəriyyət göbələklər sporlarla çoxalır. Bir də tumurcuqlanma yolu ilə, maya göbələyi isə tumurcuqlanma yolu ilə çoxalır. Həmçinin cinsi yollara çoxalmaya rast gələ bilərik ki, biz burada mukor göbələyində deyəcəyik ki, mukor göbələyi cinsi yolla çoxalma qabiliyyətinə malikdir. Əziz uşaqlar, göbələklər həm bitkilər aləminə, həm də ki, heyvanlar aləminə oxşar xüsusiyyətləri var. Hansı xüsusiyyətləri bitkilərə oxşayır? Bildiyimiz kimi, daim böyüdüyünə görə, xüsusi olaraq bunlarda hüceyrə divarının olmasına görə, vakualın olmasına görə, pasiv hərəkətinə görə göbələklər bitkilər aləminə oxşayır. Lakin bəzi xüsusiyyətlərinə görə də heyvanlar aləminə bənzəyir ki, bunların ehtiyat qida maddəsi glikogen adlanır. Heterotrof yolla qidalanmasına görə, xlorofilin olmamasına görə bunlarda deyəcəyik ki, göbələklər aləmi heyvanlar aləminə bənzəyir. Uşaqlar, bayaq da qeyd elədik ki, göbələklərdə orqan və toxumalar yoxdur. Bunlarda meyvə cisminə rast gəlinir. Meyvə cismi də yeraltı hissədən ibarətdir. Yeraltı hissəsi ekranda da gördüyünüz kimi mitsellərdən ibarətdir. Mitsellər hiflərin birləşməsi nəticəsində yaranıb ki, həmin bu mitsellər göbələyi torpağa bərkidir, yəni ona dayaq funksiyasını yerinə yetirir. Həmçinin də bitkinin kökündə olduğu kimi torpaqda olan su və mineral maddələrin yerüstü hissəsinə soraraq ötürülməsində mühüm rol oynayır. Deməli, mitsellər həmçinin də sorucu və ötürücü funksiyanı yerinə yetirir. Bəzi göbələk mitselləri yerüstü hissəyə qalxaraq möhkəm bir-birinə sarılır və meyvə cismini əmələ gətirir ki, meyvə cismi də kötükcükdən və eləcə də papaqcıqdan ibarətdir. Buradan bizə sual verə bilərlər ki, bütün göbələklərin meyvə cismi var, təbii ki, yanlışdır. Əksər parazit göbələklərin meyvə cismi yoxdur. Hansı parazit göbələkdir ki, onun bəs meyvə cismi var sualını bizə versələr, təbii ki, biz deyəcəyik ki, qov göbələyi, ağacların gövdələrinin üzərində parazitlik edən, çox illik meyvə cisminə malik olan at dırnağına bənzər qov göbələyində deyəcəyik ki, onlarda meyvə cisminə rast gəlinmiş olur. Papaqlı göbələklər özləri də yeməli və zəhərli olmaqla iki böyük qrupa bölünürlər ki, yeməli göbələklərə yeməli tülkü qulağını misal göstərəcəyik, şampinyon göbələyini misal göstərəcəyik, ağ, yağlı, sarı, qırmızımtıl göbələklər yeməli göbələklərdir. Zəhərli göbələklər isə yalançı tülkü qulağıdır, solğun əcvaydır, milçək qırandır, kötük göbələyini misal göstərə bilərik. Uşaqlar, xüsusi olaraq qeyd edeyim, milçək qıran, milçək tutan, milçək qapan sözlərinə rast gəlinir ki, uşaqlar burada səhv salırlar ki, hansı bitkidir, hansı göbələk və hansı heyvandır. Təbii ki, milçək qıran göbələklər aləminə aiddir, milçək tutan həşərat yeyən bitkilərə aiddir, milçək qapan isə heyvanlar aləminin quşlar sinifinə, sərçəkimlər dəstəsinə aid edilir. Xüsusi olaraq elə göbələklər var ki, bir-birlərinə çox bənzəyirlər. Burada yeməli tülkü qulağı ilə yalançı tülkü qulağını misal göstərə bilərik. Yeməli tülkü qulağının papaqlarının kənarları dalğavaridir, sarı rəngdədir, qırdıqda şirə axmır. Amma yalançı tülkü qulağında isə papaqlarının kənarları hamardır, qırmızımtıl narıncı rəngdədir və qırdıqda şirə axır. Şampinyon göbələyinin isə papağının alt hissəsi çəhrayı, solğun əcvayda isə papağının alt hissəsi ağ rəngdədir ki, bunlar da bir-birlərinə çox bənzəyirlər və meşəyə gedərkən onların alt hissələrinə baxmaqla biz onları rahatçılıqla seçə bilərik.
Papaqların alt hissələrinə nəzər yetirsək, görəcəyik ki, göbələklərdə xüsusi olaraq alt hissələri fərqlidir. Yəni, papağın alt hissəsi əgər belə lövhəciklərdən, şüalardan təşkil olunubsa, biz buna deyəcəyik lövhə şəkilli göbələklər, solğun əcvay, tülkü qulağı, şampinyon göbələyini misal göstərə bilərik. Lakin bəzi göbələklərdə də var ki, papaqların alt hissəsi boru şəkildədir. Bu borucuqların içərisində sporlar da yerləşir ki, boru şəkilli göbələklərə qov göbələyini, qırmızımtıl göbələyini, deməli, bəzi göbələklərin papaqlarının alt hissəsinə baxanda borucuqlar şəklində olduğunu görəcəyik. Bu borucuqların içərisində sporlar yerləşir. Boru şəkilli göbələklərə qov göbələyini, ağ göbələyi, yağlı göbələyini də xüsusi olaraq misal göstərə bilərik. Uşaqlar, biz demişdik ki, bəzi göbələklər mikoriza yaradır. Mikos göbələk, rizo isə kökə bənzər deməkdir. Bunlar bilirik ki, göbələklər mitselləri vasitəsilə ağacın kökü ilə simbioz yaradır. Daha dəqiq desək, kökün hansı zonası ilə, sorucu zonası ilə endosimbiyoz yaradır və bu zaman göbələk torpaqdan su və mineral maddələri soraraq bitkiyə ötürür. Bitki isə əvəzində hazırladığı üzüm maddəni göbələyə verilir. Buna da görə biz deyirik ki, simbioz qarşılıqlı müştərək həyat deməkdir ki, göbələklər bir-birləri ilə və ağaclarla simbioz həyat tərzi keçirir. Və simbioz həyat tərzi keçirən göbələklər hansılardır? Məsəl üçün biz deyəcəyik ki, toz ağacın göbələyin altında, ağacın altında toz ağacı göbələyini rast gələcəyik. Buranı kəsərik, o təzdən deyəcəm. Deməli, hansı göbələkdir ki, simbioz yaradır? Toz ağacı göbələyi toz ağacının altında, yağlı göbələk şam ağacının altında, sarı qırmızımtıl göbələyi isə küşnar ağacının altında belə deyək də simbioz yaşayır və qarşılıqlı müştərək həyat tərzi keçirirlər. Göbələklərin qidalanmasını xüsusi olaraq bayaq da qeyd elədik ki, xlorofili yoxdur. Yalnız heterotrof yolla qidalanırlar. Heterotrof qidalanmanın da iki forması var. Saprofit və parazit. Saprofit bilirik ki, papaqlı göbələklər, maya göbələyi, kif göbələyini misal göstərə bilərəm. Kif göbələklərə aid olacaq burada ağ kif göbələyi, mukor göbələyini və penisil göbələyini misal göstərə bilərik. Parazit göbələkləri isə qov göbələyidir, pas göbələyidir, çovdar mahmızıdır, kartof göbələyidir, dəri göbələyidir, sürmə göbələyidir, plazmapora, vitikola göbələklərini də misal göstərə bilərik. Kif göbələkləri haqqında məlumat vermiş olsaq, deyirik ki, bayaq da dedik ki, kif göbələklərinə aiddir. Ağ kif göbələyi, mukor göbələyi və penisil göbələyi. Ağ kif göbələyi bir hüceyrəli çox nüvəlidir. Mitselləri ağ rəngdədir. Sporları başçıqlarda yerləşir. Sporlar tam yetişəndən sonra külək vasitəsilə ətrafa yayılır və yeni kif göbələyinə başlanğıc vermiş olacaqlar. Qeyri-cinsi çoxalması sporlarla da, cinsi çoxalması isə konjugasiya yolu ilə gedir ki, buna da deyirik zigospor. Digər kif göbələklərindən biri də penisil göbələyini misal göstərəcəyik. Penisil göbələkləri, deməli, bayaqları qeyd elədik ki, çox hüceyrəli bir nüvəlidir. Bunların mitselləri, bəziləri dik yuxarı qalxaraq salxımcıqlar yaradır və sporlar onlarda salxımcıqlarda yerləşmiş olacaqdır ki, göy yaşıl rəngdədir və penisil göbələyindən Alexander Fleming tərəfindən antibiotik hazırlanmışdır ki, bu da bir sıra xəstəliklərin müalicəsində geniş şəkildə istifadə olunur. Kok formalı bakteriyaların məhvində də mühüm rol oynayır ki, bundan da dərmanlar hazırlanır. Digər bir hüceyrəli göbələklərdən biri də maya göbələyidir. Maya göbələyi bir hüceyrəli bir nüvəlidir. Mitselləri yoxdur. Qeyri-cinsi çoxalması tumurcuqlama yolu ilə gedir. Spirt qıcqırmasında geniş şəkildə istifadə olunur və bu zaman şəkərin parçalanması nəticəsində etil spirti alınır. Etil spirti çörək bişən zaman uçub gedir. Karbon qazı isə çörəyin daha da məsaməli olmasında mühüm rol oynamış olacaqlar. Bayaqlarda qeyd elədik ki, parazit göbələklər vardır ki, parazit göbələklərdən biri çovdar mahmızıdır. Çovdar mahmızı bilirik ki, ancaq taxıl bitkilərində parazitlik eləmiş olacaqdır ki, bunlara məsəl üçün belə bir sual da verə bilərlər ki, taxıl bitkilərində parazitlik edən göbələklər hansılardır? Deyəcək ki, sürmə göbələyidir, çovdar mahmızıdır, xüsusi olaraq pas göbələyidir. Bunları misal göstərə bilərik ki, taxıl bitkilərində parazitlik eləmiş olacaqlar. Və sual verə bilərlər ki, hansı göbələklər ki, yalnız bitkinin generativ orqanında, yalnız vegetativ orqanında parazitlik edir. Sürmə göbələyi bitkilərin həm vegetativ, həm generativ orqanlarında parazitlik eləmiş olacaqlar. Çovdar mahmızı
çovdar bitkisinin yumurtalığına yoluxur, yalnız onun generativ orqanında parazitlik eləmiş olacaq. Qov göbələyi isə bitkinin yalnız vegetativ orqanlarında, xüsusən gövdəsində parazitlik eləmiş olurlar. Bəzən belə bir sual verirlər ki, ağacın gövdəsini zədələnməkdən qorumaq lazımdır. Bu hansı göbələkdir? Təbii ki, qov göbələyidir ki, ağacın qabığı zədələndikdə mitselləri düz daxilə doğru gedərək ağacın üzüm maddəsi ilə qidalanır, əvəzində ağacı zəiflədərək məhvinə gətirib çıxardır. Hansı göbələkdir ki, suallar bizə verirlər ki, ontogenezi zamanı qidalama formasını dəyişə bilərlər. Burada da qeyd edeyim ki, qov göbələyi xüsusi olaraq əvvəlcə ağac canlı olduqda parazit, ağac məhv olduqdan sonra isə saprofit yolla qidalama qabiliyyətinə malik olacaqdır. Digər parazit göbələklərdən dedik ki, çovdar mahmızıdır. Bitki çiçəkləyən zaman onun yumurtalığına daxil olur və orada xüsusi olaraq bir-birinə möhkəm sarılmış buynucuklar əmələ gətirir. Buynucuklar bir müddətdən sonra torpağa tökülür və qışı torpaqda keçirilir və ən uzun mərhələsi sual versələr ki, hansı mərhələdir? Təbii ki, biz burada qeyd edəcəyik ki, buynucuq mərhələsidir. Pas göbələyi burada yarpağın fotosintez sahəsini zəiflədir, toxumun zəif olmasına, cılızlaşmasına isə gətirib çıxarmış olacaqlar. Əziz uşaqlar, bugünkü dərsimiz bu qədər. Əgər hər hansı bir sualınız olarsa, qeyd etdiyimiz kimi aşağıdakı nömrələrlə əlaqə saxlamağı unutmuruq. Sağ olun, diqqətiniz üçün minnətdaram. Bildiyimiz kimi, göbələklər içərisində parazit nümayəndələri də vardır ki, parazit nümayəndələrə aid olan göbələklərə çovdar mahmızının, sürmə göbələyini, qov göbələyini, pas göbələyini, plazmaflora vitikulanı, kartof göbələyini misal göstərə bilərik. Çovdar mahmızı əsasən taxıl bitkilərində parazitlik edir, yalnız generativ orqanda parazitlik edir. Bitki çiçəkləyən zaman onun yumurtalığına daxil olur. Dəni əvəzinə isə bir-birinə möhkəm birləşmiş buynucuklar əmələ gətirir ki, həmin buynucuklar ən uzun ömürlü mərhələsidir. Qışı torpaqda keçirir və qışı torpaqda keçirdikdən sonra isə yaz aylarında yenidən içərisində sporlarla dolu bahçıqlar yaranır ki, bu bahçıqlar da sporlar yetişəndən sonra bahçıqlar tökülür. Buranı da çəkik eləyərik də təzədən. Deməli, parazit göbələklər içərisində çovdar mahmızı əsasən taxıl bitkilərində parazitlik edir. Bitkinin yalnız generativ orqanında parazitlik edir. Bitki çiçəkləyən zaman onun yumurtalığına daxil olur. Dənləri əvəzinə isə bir-birinə möhkəm birləşmiş buynucuklar əmələ gətirir ki, buynucuq mərhələsi də ən uzun ömürlü mərhələsidir. Digər parazit göbələklərdən biri sürmə göbələyidir. Gördüyünüz kimi sürmə göbələyi də yalnız taxıl bitkilərində parazitlik edir. Lakin bitkinin həm vegetativ, həm də generativ orqanında parazitlik edir. Digər parazit göbələklərdən ibarət olan qov göbələyini deyəcəyik. Qov göbələyi parazit göbələklərdən biridir ki, onların meyvə cismi vardır, at dırnağına oxşuyur və çox illikdir. Əsasən ağacın gövdəsində, yəni vegetativ orqanında parazitlik edir. Hətta bizə sual verirlər ki, ağacların gövdəsini hansı parazit göbələklərdən qorumaq lazımdır? Təbii ki, qov göbələyindən. Ağac zədələndikdə qabığı həmin anda mitsellər daxil olur gövdənin daxilinə və ağacı zəiflədir. Yeganə göbələklərdən biridir ki, hətta deyərdik ki, ontogenezi zamanı qidalama üsulu dəyişir. Bu nə deməkdir? Ağac canlı olduqda qov göbələyi parazit qidalanır, ağac məhv olduqdan sonra isə saprofit qidalanmağa başlamış olur. Digər parazit göbələklərdən biri plazmaflora vitikuladır, pas göbələyidir ki, bu pas göbələyi də taxıl bitkilərində parazitlik edir. Əgər bizə sual versələr ki, hansı göbələklərdir ki, taxıl bitkilərində parazitlik edir, biz deyəcəyik ki, çovdar mahmızıdır, yalnız generativ orqanda parazitlik edir, sürmə göbələyidir ki, həm vegetativ, həm də generativ orqanda parazitlik edir, bir də pas göbələyidir. Pas göbələyi yarpağın fotosintez edici sahəsini kiçildir, meyvələrini, dənlərini isə cılızlaşdırmış olacaqdır. Qov göbələyi isə bitkinin yalnız vegetativ orqanlarında parazitlik etmiş olur. Əziz uşaqlar, göbələklər haqqında dərsimizin izahatı bu qədər. Əgər hər hansı bir sualınız olarsa, aşağıdakı nömrələrlə əlaqə saxlayıb suallarınızı yönləndirə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.